Ukrayna Milli Polisinin Dnepropetrovsk üzrə idarəsinin mayoru, Azərbaycan əsilli Çingiz Sahiboğlu Qurbanov Donetsk vilayətində həlak olub. Ajans.az məlumat verir ki, 42 yaşlı Çingiz Qurbanov Donetsk vilayətində xidməti məzuniyyət vaxtı dron hücumuna məruz qalıb və hadisə yerində həlak olub. Qurbanov Ukraynanın Dnepropetrovsk vilayətinin Kirovoy Rog şəhərində doğulub, böyüyüb. Adananın tanınmış ailələrindən birinin üzvü olan iş adamı Mehmet Hanifi Kalo Ankaradakı ofisində ölü tapılıb. Sfera.az qeyd edib ki, polis qeyri-ənənəvi xarakteri və şən davranışı ilə tanınan tanınmış iş adamı olub. 47 yaşlı iş adamının ölümünün səbəbləri hələ də bəlli deyil. Kalo, şal endüstri şirkətinin sahibi və Medlin Adana xəstəxanasının ortaqlarından biri idi. Son illərdə investisiya seçimlərini sənaye və texnologiyaya yönəldən Kalo təkcə biznesdə deyil, həm də təhsil sahəsində də ciddi uğurlar qazanıb. 1978-ci ildə anadan olan Kalo təhsilini xaricdə alıb.